Hamınızı salamlayıram. Bugün növbəti görüşümüzdür. Dünən bizim görüşümüz hüququ maarifləndirmə ilə bağlı idi. Bugünkü görüşümüz psixoloji maarifləndirmə və psixoloji özünü idarə etmə, özünü dərk etmə. Bu görüş qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Və görüşdə bugünkü mövzumuz bullying olacaq. Bullying nədir? Və bullying təkcə siz bu adı eşidirsiniz, amma mahiyyəti, onun tətbiqi, onun təsirləri, onun fəsadları ilə bağlı kifayət qədər məlumatlı deyilsiniz. O cümlədən bullying deyəndə təkcə məktəbi düşünürsünüz. Bullying evdə də baş verər, iş yerində də baş verə bilər, məktəbdə də baş verər, hətta rəqəmsal məkanda da bullying baş verə bilir. Və biz növbəti 8 silsilə təlimlər keçəcəyik. Hər təlimdə psixoloji özünü idarə etmə, qarşıdakının səni manipulyasiya etməsi və ümumiyyətlə özünü idarə etmədə psixoloji vəziyyətin sabit saxlamaq üçün hansı addımlar atmaq lazımdır? Hər mərhələdə, hər təlimdə bununla bağlı Gülər xanım Dilbazova, bizim psixoloqumuz sizə məlumatlar verəcək. Aktiv olun və müzakirələrdə fikirlərinizi səsləndirin. Çünki bir çox hallarda fikirləri deməyəndə o daxili aqressiya yaradır və yaxud natamamlıq yaradır. Əksinə sizin bullyingə məruz qalmanız üçün imkanlar yaradır. Sözü verək Gülər xanıma və aktiv olun. Bullyingin hansı növləri var? Deməli, bullyingin bir neçə növləri var. Fiziki bullying, psixoloji bullying, şifahi bullying, sosial bullying, kiber bullying. İndi gəlin bullying haqqında ətraflı müzakirə aparaq. Deməli, fiziki bullying nədir? Fiziki bullying bir nəfərin digər şəxsə hər hansısa bir şiddət törətməsidir. İndi gəlin baxaq görək onlar hansılardır? Kim demək istəyir fiziki bullying nədir? Buyur. Fiziki bullying bir dənə adamın psixoloji həyatı kimi bəhs olunur. Məsələn, bir adam kör oyanda ona yağ etmək bullying deyil. Aha. Yaxşı, biz indi fiziki bullyingdən danışırıq. Fiziki bullying nədir? Buyur. Aha, şiddət. Aha, sonra şiddət. Hansı şiddətdir o? Vurmaq, bəli. Vurmaq, aha, itələmək, bəli. Deməli, bu qəsdən olan bir şiddətdir. Qəsdən olan bir şiddətdir və təkrarlanan şiddətdir. Bunu bir nəfər edə bilər və yaxud da qrup şəklində yığışıb bir nəfərə edilə bilər. Sonra gəlir bizim psixoloji bullyingimiz. Psixoloji bullying deyəndə nə düşünürsünüz? Nədir psixoloji bullying? Aha, psixoloji bullying nədir? Bir insanı təhqir etmə, qəzəbli baxma, bir insanı buyur. Ona baxıb o. Aha, sonra nə? Həmin insana istəmədiyi halda ona zəng etmək, ona mesajlar yazmaq, onu bəli, onu izləmək, bəli, bu da psixoloji bullyingdir. İnsanın psixikasına birbaşa təsir edir. İnsan istəmir o adamla nə danışsın, nə görüşsün, amma o da həmin o şeyləri edir. Ona zəng eləyir, onu mesajlar yazır və onu hər zaman izləyir. Aha, şifahi bullying nədir? Uşaqlar, şifahi bullying deyəndə nə gəlir ağlınıza? Bəli, sözlə. Burada nədir şifahi bullyingdə? Buyur Hüseyin. Onu təhqir etmir. Aha, təhqir etmə. Xoşlamadığı sözlərdə belə. Aha, bəli, çox doğru. Buyur. Yağ Aha, sonra buyur. qorxutmaq. Aha, bəli, qorxutmaq. Sonra nə? Onun fiziki görünüşünə mənfi yanaşmaq. Bəli, fiziki görüşünə mənfi yanaşmaq. Bu da bizdə şifahi bullyingdir. Bir də uşaqlar, kiberbullying var. Müasir dövrümüzdə kiberbullying çox yayğındır. Kiberbullying deyəndə biz nəyi nəzərdə tuturuq? Kiberbullying sizcə nədir? Kiberbullying sosial setlərdə, şəbəkələrdə, bəli, sosial şəbəkələrdə, bəli, hər hansı bir insana xoşa gəlmə sözlər yazmaq, onu alçaltmaq, onun əleyhinə videolar paylaşmaq. bəli, onun əleyhinə videolar paylaşmaq, sonra nə edirlər? Sonra onun Sosial
sosial şəbəkədə istəmədiyi bir şəkildə. Bəli, onun şəkillərini sosial şəbəkədə paylaşmaq, onu orada təhqir etmək. Bəli, bəli, onun hesabını oğramaq, bəli, bu kiberbullying adlanır. Kiberbullying adlanır. Deməli, uşaqlar, indi gəlin biz baxaq görək, hər hansısa bullyingə burada məruz qalanlar var. Öz məruz qaldığı hansı bullying növü haqqında kimsə danışmaq istəyirsə, buyurun, mən dinləyirəm. Fatimə. Mən özümdən yox, sinif yoldaşım. Aha, buyur, dinlə. Sinif yoldaşım oxuya bilmir, bacarmır. Bizim sinif yoldaşlarda, yəni məsələn, kiməsə yaxınlaşır, onunla dost olmaq istəyirlər. Biraz hamı ondan məsafəli söhbət edir, ondan iyi gəlir, ondan uzaq durur, oxumağı bilmir, normal danışa bilmir. Yəni bununla uşaqların eşlənə mən özüm baxıram ki, yəni hər insan görüşünə görə niyə belə fikirləşirsiniz də? Deyir ki, sən onu qoruyucu mələksən, deyir ki, onun qoruyucu mələkdir. Ki, sizə bunu eləsələr, mən yenə sizi qoruyaram. Amma qızın özü də oxumaq istəyir, onu da bacara bilmir. Onu da bacara bilmir. Onda ailə problemi var. Sonra kim rastlaşıb belə bir hadisələri? Buyur Hüseyn. Mən əvvəl açıq taxırdım. Mən sinif yoldaşlarım. Eynək taxırdın, aha. Sinif yoldaşlarım lağ edirdilər. Aha, sən bu hansı bullyingin növüdür? Fiziki. Yox. Hansı? Şifahi, psixoloji, bəli. Həmin an mən istəyirəm sən deyəsən, sən hansı hisslər keçirdirdin sənə orada lağ eləyəndə? Pis. Aha, pis hisslər keçirdirdin. Nə olurdu sonra sənə? Danışmaq istəmirdin, yaxud da bəli, danışmaq istəyənlər, aha. Hansı hisslər keçirdirdin? Pis olurdun, sonra gərgin olurdun? Bəli. Aha, sonra oxumamaq həvəsindən düşürdünmü? Bəli, sonra üzülürdüm. Aha, üzülürdün. Və dostluqda nə görürdün həmin o uşaqlarda? Necə dostlardılar onlar sənin üçün? Əvvəllər pis idi, amma indi yaxşıdır. Aha, indi düzəliblər. Yaxşı, mən istəyirəm səndən soruşum Hüseyn. Onlar sənə bunu edəndə sən də əvəzinə nəsə edirdin onlara? Xeyr. Sən etmirdin. Deməli uşaqlar, əgər bizə bullying edilirsə kimsə tərəfdən, biz ona nə etməliyik? Biz ona bullying etməməliyik. Bəli, biz ona etməməliyik. Bəli, qarşılıqlı biz ona bullying etməməliyik. Çox doğru, təşəkkür edirəm. Sonra kim istəyərdi? Yaxud sizin başınıza gəlib, yaxud da sinif yoldaşınızın başınıza gəlib, bilirsiniz ki, bullying ən çox məktəblərdə olur. Məktəblərdə buna rast gəlirik. Düzdür, ailədə də olur. Məktəblərdə, universitetlərdə daha çox biz bullyingə məruz qalırıq. Kimsə yenə sualıma cavab vermək istəyər? Buyur. Mənim sinif yoldaşlarım var idi. 3 dənə qız idilər. Onlar həm kənddən gəlmişlər, həm də gec oxuyublar. Yəni heç də bilmirdilər. Ad qoymuşlar onların üçlü qrupuna, yəni. Ona ad qoymuşdular. Aha, başa düşdüm. Bəs sinifdə belə bir hallar baş verir, hansısa zəif nəticə göstərən, zəif oxuyan şagird haqqında deyə bilərsiniz, ona qarşı hansısa bir bullying olub? Buyur. Bayaq yerə sinif yoldaşlarım oxuya bilmir. Məsələn, bizim müəllimimiz var, oxutdurmağa çalışır. Uşaqlar qadirdir qışqıra-qışqıra deyirlər ki, oxutdurmayın, müəllim onu oxuya bilmir, eləyə bilmir. Müəllim qadir ki, oxuya bilməyən elə biz öyrədirik də. Uşaqlar qadir ki, o hələ əlifbanı tanıya bilmirdi. Elə sinif var ki, 9-cu sinifdə əlifbanı heç tanımır, oxuya da bacarmır. Onunla, yəni bizim sinifimizdəki əlaqə nə fərqi var ki, müəllimə də deyir ki, 9-da oxuya bilmirlər, onlar irəli getmək fikri yoxdur. Amma siz 8-də bir-birinizə kömək edib, məncə bir-birinizə dəstək ola bilərsiniz ki, kimsə qabağa irəliləsin. Aha, kimsə. Səncə həmin uşaqlar düzgün edirlərmi? Xeyr, mən şəxsən orada qayıtdım, dedim ki, siz oxuya bilməsəydiniz, sizə bunu eləsəydilər, sizə xoş olardı. Yəni onlar deyir ki, hə, bizə xoş olardı, amma mən hiss edirəm ki, bilirəm ki, onlara heç hələ olmayacaqdı da. Bəli, deməli, sən ona, deməli uşaqlar bilirsiniz də, bir toplumda olur bullying edən uşaqlar. Əgər biri bullying edirsə, yanındakı da ona dəstək olursa, o da başlayır eləməyə. Bu da qrup şəklində bullying adlanır. Bəli, o da bullyingin bir növüdür kimi. İndi gəlin biz bullying haqqında söhbətimizi davam edək. Bullyingə məruz qalmış hansı uşaqlar var, öz hekayələri haqqında yaxud da kiminsə haqqında eşitdiyi bir hekayəsini danışa bilər. Buyurun, dinləyirəm. Kim istəyir? Buyurun.
Deməli, məndə uşaq vaxtı olmuşdu. Həmişə kimi küçəyə oynamağa çıxırdım. Təzə köçmüşdü evimizə. Bəli. Küçədə çox uşaqlar oğlan idi. Sən də deyərsən, hə, istəyirsən mənim balam, deyərsən. Aha. Məndə hadisə 6-7 yaşımda olmuşdu. Təzə köçmüşdü, qəsəbədə qalırdı. Küçədə oynamağa çıxmışdım, uşaqlarla təzə dostlar edinməyə. Küçədə oğlanlar, qızlar hamısı belə çox idi. Mən təzə gəlmişdim. Nəsə məndən xoşlar gəlməməyə başladı. Saçımı falan yonurdular, hamısı başıma yığılmışdı. Mən yerdə və çimətmə dururdum. Vurub eləyirdilər məni, mən də qışqırırdım var gücümlə. Sonra nənəm gəlmişdi belə yanıma. Aha. Həmin an sən hansısa bir şiddətə məruz qalmağın haqqında bir məlumatın, bilgin var idi, yoxsa nə düşünürdün orada? Nə Uşaq idim. Aha. Nə bilim dedim, mən istəmirlər yəqin ki, pis olub ağlayırdım. Həmin anlar nə hisslər keçirdin? Qorxu. Qorxu hissi keçirdin. Bəs indi dedin ki, mən düşündüm ki, onlar məni sevmirlər. Məni sevsəydilər, yəqin ki, məni döyməzdilər, vurmazdılar. Aha. Ondan sonra davam elə. Sonra nə baş verdi? Yəni sən səhərsi günü gəldin yenə həyətə oynamağa. Yenə çıxdım çölə. Həmin vaxtı həyətə çıxan vaxtı nə hisslər keçirdirdin? İçində qorxu, həyəcan var idi biraz ki, yenə də həyəcan var idi. Aha, yenə də onlarla qarşılaşaram. Aha. Sonra bir iki dənə qız gəldi. Həmin həyətə düşəndə nəsə bir yenə də baş verdi? Dünənki qızlar gəldi. Məni vuran qızlar üzr istəməyə başladılar. Ki, evdə valideynləri onları danlayıb falan. Sonra məndən üzr falan istədilər. Oynamağa başladılar. Belə. Sən başına gələn hadisəni bəs kimə danışdın? Valideynlərimə. Valideynlərinə. Valideynlərin nə dedilər sənə həmin an? Çölə çıxmağa bir iki gün qoymadılar. Aha, sənə dəstək olmadılar? Getdilər həmin uşaqların valideynlərinə danışdılar. Həmin o valideynlər də öz uşaqlarını danladı. Belə. Valideynlərin sənə dəstək olduğu an, onda nə hisslər keçirdin? Aysu. Nə bilim, özümü güvəndə hiss elədim. Özünü güvəndə hiss elədin. Valideynlərim yanımdadır. Aha. Bu hal sonra təkrarlandı mı? Yox. Yəni uşaqlar, biz bilirik ki, biz bullyingə hər vaxt, hər zaman məruz qala bilərik. Çünki gözlənilməz bir şeydir. Biz bilmirik ki, biz kimlə qarşılaşacağıq və başımıza nələr gələcəkdir. Ona görə bu hal sizdə təkrarlana bilər hər zaman. Biz deyə bilərik ki, yox, təkrarlanmaz, amma bu doğru bir şey deyil. Çox sağ ol, təşəkkür edirəm. Sonra kim istəyirdi? Sən əlini qaldırmışdın. Gəl qızım, buyur. Buyur, gəl danış. Mikrofonu götür. Gəl burada bir ya. Mən bir 6-7 yaşım olardı. Həmin vaxtda mən bu indiki halımdan daha kök idim. Həmin vaxtda bizim bir qonşumuz var idi. O məndən biraz daha köhnə biri idi. Mən nə vaxt çölə çıxırdım, hər dəfə mənim köklüyümdən alay elərdi. Yəni mənə deyirdi ki, sən nə köksən, sən niyə belə köksən, çox çirkinsən. Mənim çillərimlə bağlı məndən alay eləyərdi. Mən isə bunu niyəsə anama demək və yaxud valideynlərimə demək istəməzdim. Bir gün də mənə dedi ki, sən nə köksən, sana bu qədər söz deyirəm, sənin valideynlərin səni niyə umursamır? Mənim valideynlərim toxunduğu üçün mən axırsa ona heç də eləmədim. Sadəcə getdim anama, atama dedim. Getdin atana da? Davam edin. Anamla atam birincisi məni dedilər ki, sən bizə niyə qabaqcadan demirdin? Ondan sonra isə mənim arxamda durdular. Getdilər onların valideyninə dedilər. Mənə dəstək oldular. Bu isə mənim içimdə böyük bir güvən oyandırdı. Təşəkkür edirəm. Həmin an sənə deyiləndə o sözlər, onda nə hisslər keçirdin və valideynlərin dəstək olanda nə hisslər keçirdin? Mən həmin an fikirləşdim ki, mən niyə bu qədər kökəldim? Özünü günahlandırdın? Mən özümü günahlandırdım. Amma anam mənə dəstək olanda içimdə bir güvən hissi oyandı. Ta köklüyümdən narahat olmadım. Amma yenə də öz sağlığım üçün arıqlamağa razı gəldim. Həmin an sənə kök deyəndə içində həmin insana qarşı bir aqressiyan, qəzəbin var idi? Mən qəzəb tutan birisi deyiləm. Qəzəb tutan birisi deyildim. Kin tuta bilən birisi deyiləm. Baxın uşaqlar, görürsünüz, bullyinglə cavab vermir. Bu bir doğru bir şeydir. Sadəcə yardım istəyib və ona özünü müdafiə etmək üçün və ona dəstək olublar. Təşəkkür edirəm.
Çox sağ ol. Hüseyn, buyur. Biz məktəbdəydik. Onda 5-ci sinif idim, bu il olmuşdu. Mənim bir dənə sinif yoldaşım var idi, kök idi. Həm də ki, onun xəstəliyi var idi da. Sudurqa xəstəliyi var idi. Bir dənə də uşaq var idi. O həmişə onu götürüb boynundan vururdu, həmişə onu vururdu da. Sonra da ki, mən getdim müəlliməyə dedim. Sonra da ki, Hər hansısa sinif bir yoldaşım- tədbiri gördülər də yəqin, hə? sinif yoldaşım tədbir Hüseyn, gördü. burada hansı bullying növü idi o uşağa edilən hansı bullying idi? Vururdular onu. Fiziki bullying idi. Aha, baxın, burada da həm də uşaq özü deyə bilmədi, amma sinif yoldaşı ona dəstək oldu və getdi. Yəni biz bullyinglə qarşılaşanda biz də özümüz də gedib onu əgər uşaq özü deyə bilmirsə, ona köməklik edə bilərik. Çox sağ ol, təşəkkür eləyirəm. Sonra kiminsə var yenə. İndi bullyingin bir növü haqqında bizim bir kiçik təqdimatımız olacaqdır. Buyurun. Sən nə köksən? Bu qədər köklü olar. Niyə belə köksən ki sən? Sən indi bu vəziyyətdə nə hisslər keçirdin? O sözləri eşidəndə özün haqqında. Pis oldum, kədərləndim. Əgər ona kimsə etsəydi mən qoymazdım. Sən ona eynisini etməzdin. Eynisini etməzdin. Oldu. Təşəkkür edirəm. Keçin, oturun yerinizdə. Deməli, indiki səhnəciyimizdə biz nə gördük? Bullyingin hansı növünü gördük uşaqlar? Aha, şifahi gördük ki, orada qızımızı neynədilər? Təhqir etdilər. Onun görünüşü haqqında təhqir edici sözlər dedilər və hansı hissləri keçirdi, o hisslər haqqında öz fikirlərini söylədi. Deməli, uşaqlar, bullyingə məruz qalan uşaqların, insanların hansı fəsadlarla üzləşirlər? Burada həmin insanın bullyingə məruz qalan, davamlı bullyingə məruz qalan insanın öz inamı aşağı düşür, öz güvəni aşağı düşür. Onda qorxu, narahatlıq, inamsızlıq, depressiya halları, özünə qəsd etmə, zərər vermə halları, intihar düşüncələri həmin o insanda üzə çıxır. Yəni hər hansı bir bullyingə məruz qalan hallarda həmin bu vəziyyət üzə çıxır. Ona görə mən sizə də bir sual verəcəm. Əgər bullyingə məruz qalırsınızsa, siz ilk növbədə kimə müraciət eləməlisiniz? Kimdən kömək istəməlisiniz? Buyur. Anamızdan, müəllimimizdən. Aha. Əgər biz məktəbdə bullyingə məruz qalırıqsa, məktəbdə kimə müraciət etməliyik uşaqlar? Müəllimimizdən. Sonra direktor, sonra Özümüzdən böyük bilmək. psixoloqa, bəli, sinif rəhbərinizə, psixoloqa, sinif yoldaşlarınıza da söyləyə bilərsiniz başınıza gələn. Amma biz burada güvəndiyimiz və yaxın insanlara müraciət etməliyik. Və sizin başınıza bu hadisə getdiyiniz yerdə, hardasa bir şəhərdə başınıza gəlsə, onda kimə müraciət edərdiniz? Etibar etdiyimiz bir adama özümüzdən bilmək. Sonra, buyur. Polisə, bəli, biz həmin vaxt polisə müraciət etməliyik. İndi gəlin bir yerdə bullyingə yox deyək. Ya. Səsli deyək uşaqlar. Bullyingə yox deyək. Təşəkkür edirəm. Fikirlərinizi çox gözəl dediniz.